Salam, hər vaxtınız xeyirli olsun, hörmətli dövlət qulluğuna hazırlaşan namizədlər. Bugün yenə də qanunverici dərsimizə davam edirik. Ə, Ekranda kitabımı görürsünüz, qanunverici ilə bağlı, xüsusən də BBB-A, eləcə də ASAB-yə hazırlaşan namizədlər üçün nəzərdə tutulmuş kitabdır. Bu kitab sayəsində siz qısa və daha konkret mövzuları görməli, eləcə də lazımlı cümlələrdən çox testdə istifadə olunan cümlələri burada görə bilərsiniz. Həmçinin bir məsələni diqqətinizə çatdırım. Rifa Təhsil Mərkəzi bizim onlayn təhsil mərkəzidir. Dövlət qulluğuna, vergi orqanlarına, gömrük, digər işə qəbula hazırlıq, xarici dillər, danışıq, listening, IELTS və s. Həmçinin MIQ sertifikasiya hazırlıq, abituriyent hazırlığı, mühasibatlıq, maliyyə kimi təlimlərə qoşula bilərsiniz. Nömrələrimiz səhifəmizdə var. Eləcə də səhifəmizi izləməklə bizə dəstək də ola bilərsiniz. Bugünkü mövzumuz maraqlı bir mövzudur. Olduqca qəbul imtahanlarında istifadə olunan mövzulardan biridir. Qanunvericilik sistemidir. Bu 5-ci bölmənin belə deyək, 5-ci bölümə aiddir. Hüquq və qanun. Eləcə də 5-ci bölmənin 10-cu fəsli, yəni qanunvericilik sistemidir. Dərslərimizə yazılmaq üçün mobil nömrəmizi görürsünüz, ekranda var. 051 346 14 38 mobil nömrəmizə yazılmaqla da dərslərimizə qatıla bilərsiniz. Dəyərli namizədlər, dövlət qulluğu sizin işə qəbulunuzu gerçəkləşdirən, eləcə də dövlət qulluğunda vəzifə tutmağınızı bir növ birbaşa sığortalayan bir sahədir. Gənclərin bu istiqamətdə hazırlaşması, eləcə də bu istiqamətdə belə deyək, fəaliyyət göstərməsi olduqca önəm daşıyır. Keçək mövzumuza. Konstitusiya haqqında fikirlər görürsünüz. Adətən biz bilirik ki, konstitusiya qanunverici sistemimizin əsası hesab olunur. Əgər hər hansı bir sənəd konstitusiyaya ziddirsə, eləcə də adekvatlıq daşıyırsa, təbii ki, burada əsas məsələ bizim konstitusiya dövrəyə girir və konstitusiya bütün qanunlardan, fərmanlardan, bütün normativ aktlardan üstün hesab olunur və digər slaytlarda da biz bu məsələyə daha geniş və ətraflı şəkildə toxunacağıq və biləcəyik ki, qanunverici sistemimizdə ən yüksək qüvvəyə konstitusiya malikdir. Konstitusiya haqqında birinci fikir odur ki, ən yüksək hüquq qüvvəyə malikdir. Ən yüksək qüvvə təbii ki, düşsə səhvdir. Burada mütləq hüquq sözü olmalıdır. Dəyərli dostlar, yəni bu o deməkdir ki, konstitusiya ölkədə bütün qanunlardan, digər normativ hüquq aktlardan daha üstündür və ikinci bir məsələ, konstitusiya birbaşa hüquq qüvvəyə malikdir. Əgər bu hüquqi sözü olmasa və birbaşa qüvvə sözü olsa, təbii ki, bu səhv hesab olunur. Yəni konstitusiyanın müddəaları öz-özlüyündə icra edilə bilən hüquq norması hesab olunur. Məhkəmələr, dövlət orqanları, vətəndaşlar hər hansı məsələdə birbaşa konstitusiyaya istinad eləyə bilərlər. Həmçinin konstitusiya qanunvericilik sistemimizin əsası hesab olunur. Yəni ölkədə qəbul olunan bütün qanunlar, fərmanlar, qərarlar konstitusiya üzərindən qurulur. Qanunverici sistemi üçün əsas prinsiplər, dövlət quruluşu, insan vətəndaş hüququ, azadlığı, hakimiyyət bölgüsü və digər bazis normalar konstitusiyada müəyyən edilir. Eləcə də başqa sözlə konstitusiya ölkədə bütün hüquqi aktların təməlini, bir növ bazasını, əsasını təşkil edir. Baxın, burada normativ hüquq aktları görürsünüz. Baxın, normativ hüquq akt, normativ xarakterli hüquq akt yox, normativ hüquq aktdan söhbət gedir. Bu ardıcılığı mütləq bu şəkildə yadda saxlayın. Ən birinci dayanan konstitusiya, ikinci referendumda qəbul olunmuş aktlar, üçüncü qanunlar, dördüncü fərmanlar, 5-ci Nazirlər Kabinetinin qərarları və 6-cı mərkəzi icraçı orqanların normativ aktları, normativ sözünə diqqət eləyin. Dəyərli dostlar, belə bir cümlə var burada. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunverici sistemimizin ayrılmaz tərkib hissəsidir. Ayrılmaz hissəsi yazılmalıdır, tərkib sözü mütləq fikrinizdə qalmalıdır. Dəyərli yoldaşlar, yəni bu o deməkdir ki, Azərbaycan hansısa beynəlxalq müqaviləyə imza atıbsa, o sənəd ölkənin öz qanunları kimi işləyir və qanunverici sistemimizin bir hissəsinə çevrilib. Və burada da qeyd olunur ki, Naxçıvanda isə həm də Naxçıvan Muxtar Respublikasının konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. Yəni söhbət Naxçıvanın konstitusiya və qanunlarından gedir. Yəni yoldaşlar, Naxçıvanda həm Azərbaycanın, həm də Naxçıvan Muxtar Respublikasının qanunverici sistemi Azərbaycan Respublikasının qanunverici sisteminə uyğun gəlməlidir. Bax, bu növbəti cümlədə bunu ehtiva edir bizə.
Burada bilirsiniz nədir məsələ? Məsələ odur ki, Naxçıvanın qəbul etdiyi bütün normativ hüquq haqlar ümumdövlət hüquq sisteminə uyğunlaşdırılmalıdır. Yəni muxtariyyət statusu olsa da, burada müəyyən səlahiyyətləri varsa da bu Naxçıvan Muxtar Respublikasının bu səlahiyyətlər Azərbaycan ümumi qanunverici sistemi çərçivəsindən kənara çıxa bilməz. Həmçinin əgər Naxçıvanın hər hansı qanunu və yaxud da qərarı Azərbaycanın qanunları ilə ziddiyyət təşkil edirsə, təbii ki, Azərbaycan Respublikasının qanunvericiliyi üstün sayılır. Və burada sonda belə bir cümlə var. Deyir ki, öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları, yəni sizin bildiyiniz bu rayon şəhər icra hakimiyyətləri, məsələn, Yevlax rayon icra hakimiyyəti, qanunverici sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli, bax bu sözə fikir verin, aktlar qəbul edə bilərlər. Yəni yerli icra hakimiyyəti yalnız öz səlahiyyəti dairəsində və yuxarı hüquqi aktlara uyğun şəkildə normativ sənəd qəbul edə bilərlər. Amma onların qəbul etdiyi bu normativ xarakterli aktlar konstitusiyaya, qanunlara, prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına və digər yuxarı səviyyəli hüquqi aktlara bir növ uyğun gəlməlidir, uyğunluq təşkil eləməlidir. Əgər yerli icra hakimiyyəti orqanlarının aktı yuxarı hüquqi aktla ziddiyyət təşkil edərsə, həmin hüquqi akt belə deyim də qüvvədə olmur. Yəni tətbiq edilə bilməz. Baxaq digər məsələyə. Haqqında danışdığımız normativ hüquqi haqlar hüquqa və haqq ədalətə, yəni bərabər mənafeyə, bərabər münasibətlərə əsaslanmalıdır, dəyərli yoldaşlar. Ümumiyyətlə, istər fərman olsun, istər sərəncam, istənilən bir sənəd dərc ediləndən sonra tətbiq olunur. Yəni bir sənəd dərc olunmayıbsa, mən ona riayət etməli deyiləm. Bax, bu da nəzərinizdə olsun. Yoldaşlar, bu hüquqa, haqq ədalətə əsaslanma o deməkdir ki, yəni dövlət tərəfindən qəbul edilən hüquqi aktlar ki var, onlar hər hansısa bir qrupun, şəxsin və yaxud da ki, təşkilatın maraqlarına əsaslanmalı deyil. Yəni qanun yaradılır ki, nizam yaratmaq üçün. Haqq ədalət prinsipi də tələb edir ki, aktlar məzmun etibarilə obyektiv olsun, əsaslandırılsın, ədalətli olsun, eyni hüquqi vəziyyətdə olan şəxslərə bərabər münasibət göstərilməlidir. Yəni kiminsə xeyrinə və yaxud da zərərinə əsassız fərq qoyula bilməz. İndi burada biz nəyi görürük? Hansı akt nəyə zidd olmamalıdır? Onu biz əvvəlki slaydımıza keçid eləyək. Baxın, referendumla qəbul olunmuş aktlar, yəni heç nə bunlara uyğunluq məsələsinə biz toxunmuruq. Yəni konstitusiya çərçivəsində buna toxunmuruq. Məsələn, qanun referendumla qəbul olunmuş akta zidd olmamalıdır. Bu hissə biz konstitusiya çərçivəsində toxunmuruq. Amma qanun nəyə zidd olmamalıdır? Qanun konstitusiyaya, yəni özündən aşağı olan sənəd, özündən yuxarı gələn sənədə zidd olmamalıdır. Məsələn, fərman qanuna zidd olmamalıdır, eyni zamanda konstitusiyaya da zidd olmamalıdır. Nazirlər Kabinetinin qərarları fərmana, qanuna, konstitusiyaya zidd olmamalıdır. Mərkəzi icraçı orqanlarının normativ aktları Nazirlər Kabinetinin qərarlarına, fərmana, qanunlara, həmçinin konstitusiyaya zidd olmamalıdır. Fikir verirsiniz, ikinci sənədə heç nəyin uyğunluğunu yoxlamırıq. Konstitusiya çərçivəsində buna biz toxunmuruq. İndi bu sənədlər kimlər üçün məcburidir? Referendumla qəbul olunmuş aktlar vətəndaş, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları, yəni hakimiyyətin hər üç qolu üçün, həmçinin hüquqi şəxs və bələdiyyələr üçün məcburidir. Qanunlar bütün vətəndaşlar, eləcə də qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, hüquqi şəxs və bələdiyyə üçün məcburidir. Fikir verirsiniz, burada vətəndaş dedik, aşağıda bütün vətəndaş dedik. Bu iki anlayış bir-birinə çox yaxındır, amma bir xırda fərq var. Yəni kontekstdən asılı olaraq vətəndaş nədir? Vətəndaş hüquq və öhdəliyi olan konkret bir şəxs mənasını verir. Yəni hüquq və vəzifələrin fərdi səviyyədə bir növ tətbiqinə işarə edir. Bütün vətəndaş isə bu ifadə belə deyək, daha ümumi və kollektiv səviyyədə hüquq və öhdəliyi nəzərdə tutur. Bu bir növ fərdi hüquqların deyil, belə deyim də, ümumi qanunvericiliyin öhdəliyi kimi istifadə olunur. Burada iki yerdə bütün vətəndaş var. Bir, qanunlar bütün vətəndaşlar üçün məcburidir. Həmçinin prezidentin fərmanları yenə də bütün vətəndaşlar üçün məcburidir. Prezident fərmanları bütün vətəndaşlardan əlavə icra hakimiyyət orqanları və hüquqi şəxslər üçün məcburidir. Burada bir məntiq var. Bax, görürsünüz, biz burada qanunverici və məhkəmə hakimiyyətini demədik. Niyə? Çünki prezident icra hakimiyyətinin qoludur.
Nazirlər Kabinetinin qərarları bunlar da yenə də vətəndaş, mərkəzi və yerli icra hakimiyyəti orqanları hüquqi şəxslər üçün məcburidir. Niyə burada bəs qanunverici icra yoxdur? Çünki Nazirlər Kabineti axı icranın bir qoludur. Və niyə burada icra hakimiyyəti yazmır? Bölür yazır mərkəzi və yerli. Əgər icra hakimiyyəti testə düşsə səhvdir. Niyə? Çünki prezident də icra hakimiyyətinin qoludur. Yəni fikir verin. Deyir ki, Nazirlər Kabinetinin qərarları prezident üçün məcburidir. Bu nə qədər düzgündür? Yəni düzgün deyil də aşağıdakı orqan yuxarıdakı orqana necə diktə eləyə bilər? Bax bu nöqteyi nəzərdən. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının aktları bayaq dediyimiz kimi konstitusiyamıza, qanunlarımıza, prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Dəyərli yoldaşlar, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq mənafelerini aradan qaldıran və yaxud da yüngülləşdirən normativ hüquq aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquq aktların qüvvəsi geriyə şamil edilmir. Yəni, məsələn, siz tələbəsiz, universitetə qəbul olunursunuz və təhsil haqqınız 1500 manatdır. Növbəti il təhsil haqqı 2000 manat olur, siz 1500 ödəyirsiniz. Yəni sizə şamil olunmur o. Həmçinin tutalım təhsil haqqı 1500 manatı, növbəti il olur 1000 manat. Siz artıq burada 1000 manat ödəyirsiniz. Yəni sizin xeyrinizə geriyə şamil olunur. Ziyanlı olan şamil olunmur. Normativ hüquqlar dərc olunmalıdır. Bayaq dediyim kimi, əgər dərc olunmayıbsa, heç kəs dərc edilməyən normativ hüquq aktın icrasına məcbur edilmir. Belə aktın icra olunmamasına görə məsuliyyət də yoxdur. Normativ hüquq aktların dərc edilməsi qaydası konstitusiya qanunu ilə müəyyən olunur. Konstitusiya qanunu ilə. Gəldik bələdiyyənin qəbul etdiyi aktlar. Bunlar da eyni ilə normativ hüquq akt kimi hüquqa, haqq ədalətə, yəni bərabər mənafeyə, bərabər münasibətlərə əsaslanmalıdır. Bələdiyyənin qəbul etdiyi akt konstitusiyamıza, Azərbaycan Respublikasının yəni konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Da görürsə, burada yerli icra hakimiyyəti orqanı, mərkəzi icra hakimiyyəti orqanları yoxdur. Yəni, bunlar testə düşsə biz bunu götürmürük. Əgər bələdiyyə Naxçıvandadsa, yəni Naxçıvanın rayonları tam Şahbuzdadır, Culfadadır, Sədrəydədir, Naxçıvanın rayonlarındadsa, onda bizim bu normativ aktlarımızdan yanaşı, həm də Naxçıvanın konstitusiyasına, Naxçıvanın qanunlarına və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarlarına da zidd olmamalıdır. Bələdiyyənin qəbul etdiyi aktın icraçısı yəni icra o halda mümkündür ki, həmin ərazidə yaşayan vətəndaşlar üçün məcburidir. Həmçinin həmin bələdiyyənin ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Məsələn, mən Bakıda yaşayıramsa, mənim Bərdədə bir hüquqi şirkətim var. Həmin ərazi hansı bələdiyyənin sahəsinə düşürsə, onda məsələn, onlar hər hansı bir vergi tətbiq edirlərsə, o vergi mənim üçün də məcburidir, onu ödəməliyəm. Gəldik bura, qanunverici sistemimizə daxil olan normativ hüquqi aktlar, konstitusiya və referendumla qəbul olunmuş aktlar istisna olmaqla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur. Yəni, belə deyim, baxın, qaydaq bura birinci hissəyə. Bu 1 və 2-də yer alan var, konstitusiya və referendumda qəbul olunmuş aktlar. Əgər həmin dediyimiz tərəfdar çıxdığımız beynəlxalq müqavilə konstitusiyamıza, referendumla qəbul olunmuş aktlara ziddirsə, onda tərəfdar çıxdığımız beynəlxalq müqavilə tətbiq olunur. Yox, əgər həmin müqavilə qanunlara, fərmanlara, nə bilim, Nazirlər Kabinetinin qərarına ziddirsə, onda beynəlxalq müqavilə tətbiq olunacaq. Bu iki aktda isə, bax 1 ilə 2-də bizim konstitusiya və referendum qəbul olunmuş aktımız əsas götürülür. Qalanlarında isə beynəlxalq müqavilə. Məsələn, hər hansı bir beynəlxalq müqavilə tərəfdar çıxdığımız Azərbaycan Respublikasının belə deyək, konstitusiyasının təhsil hüququ maddəsinə 42-ci maddəyə ziddir, düzdürmü? Onda bizim konstitusiyamız əsas götürülür. Yox, əgər həmin müqavilə ki, bizim qanunverici sistemimizin ayrılmaz tərkib hissəsi idi, təhsil haqqında qanunla ziddirsə, təhsil haqqında qanunla, onda tərəfdar çıxdığımız beynəlxalq müqavilə götürüləcək. Çünki biz dedik axı, konstitusiya və referendumla qəbul olunmuş aktlar arasında ziddiyyət təşkil edərsə, onda bizim sənədlər, qalan sənədlər ki var, qanun, fərman, Nazirlər Kabinetinin qərarları və digər normativ aktlar olsun, lap belə normativ xarakterli aktlar olsun, onda beynəlxalq tərəfdar çıxdığımız beynəlxalq müqavilə tətbiq edilir. Belə, bugünlük bu qədər dəyərli yoldaşlar. Növbəti video izahda görüşmək ümidi ilə
Kanalımıza abunə olun, izləyin ki, növbəti videolardan xəbər tutasınız.